Sən də öyrən, sən də öz biznesini qur. Bəli, bu kimi şüarları son zamanlar tez-tez eşidirik. Ümumiyyətlə, SMM sözü son dövrlərin ən dəbdə olan sözlərindən biridir. Bəs görəsən, SMM-in gündəlik həyatımızda, xüsusən də sosial mediada rolu nədən ibarətdir? Dövr artıq sosial media dövrüdür. Əvvəllər bu platformadan yalnız əyləncə məqsədi ilə şəkil çəkdirmək, musiqi paylaşmaq üçün istifadə olunurdusa, indi əksəriyyət öz işini qurmaq, biznesini genişləndirmək, şirkətini reklam etmək üçün yararlanır. Sosial media marketinq xidməti artıq həm də öyrədilir. Bu sahədə təlimlər təşkil edilir. Hər zaman soruşurlar ki, kriteriya varmı, kimlər müraciət edə bilər, kimə uyğun deyil. Əslində deyərdim ki, heç bir yaş kriteriyası yoxdur. Hətta əksinə deyərdim ki, ali təhsil olmasına da bir ehtiyac yoxdur. Əgər bir yaradıcılığı varsa, öz karyerasını inkişaf etmək istəyirsə, özünü daha çox böyütmək istəyirsə, SMM-in dərinliklərini öyrənmək istəyir. Çünki artıq 21-ci əsrdir, müasir dövrdür. Sosial media marketinqi getdikcə çox irəliləyir. 200-dən çox tələbəmiz var ki, onlar hal-hazırda bu dəqiqə işləyirlər. SMM xidmətinə əsasən satış, postların, videoların hazırlanması və paylaşılması, düzgün yazı qaydaları, emojilərdən istifadə, məşhur şəbəkələrdə canlı yayımların aparılması, həmçinin şəxsi biznesin qurulması və digər məlumatlar daxildir. Mütəxəssislər deyirlər ki, müraciət edənlər arasında bloger olmaq və öz biznesini qurmaq istəyənlər çoxluq təşkil edir. İlk dərs biz onlarla tanışlıq qururuq ki, siz nəyə görə kursa gəlirsiniz. Daha sonra artıq təlimimiz başlayır. Əgər ki, bir tələbənin özü hazır biznesi varsa və onu irəlilətmək istəyirsə, biz bu tələbələrlə danışırıq və onların öz biznesi üzərindən irəliləyirik. Bugün artıq hər bir müəssisənin SMM xidməti var. Eləcə də bizim Azərbaycan televiziyasının gündəlik efirə gedən hər bir süjet, xəbər, veriliş sosial media platformalarına mütəxəssislər tərəfindən yerləşdirilir. Gündəlik işimiz əsasən bundan ibarətdir ki, yayımlanan xəbərləri operativ şəkildə təbii ki, SMM vasitəsilə birinci çatdırılır. Azərbaycan Dövlət Televiziyasının bir neçə kanalı var. Yalnız ASTV rəsmidən ibarət deyil, eyni zamanda ASTV xəbər. Burada günlük xəbərlərin yayımı, eyni zamanda serialların yayımı nəzərdə tutulur. Digər kanallarımızı da göstərə bilərik. Buna misal olaraq ASTV mediadır. Bu da ASTV mediada isə ASTV-də yayımlanan verilişlərin təqdim olunduğu səhifədir. Televiziyamızdan sosial mediaya yerləşdirilən hər bir video mütləq əvvəlcədən redaktə olunur, montaj prosesindən keçir. Elə hazırda mən sizə maraqlı bir video göstərmək istərdim. Qazax rayonundan göndərilib bizə bir vətəndaş tərəfindən çəkilib, həvəskar bir çəkilişdir. Bax, belə bir videodur. Qazaxda dolu yağır. Videonun üzərinə Qazaxda dolu yağışı başlığı əlavə olunaraq sosial mediaya yerləşdirilir. SMM dinamik bir sahədir. Yeni sosial media platformaları yarandıqca daha da inkişaf edir. Bugün sosial media marketinq xidmətlərindən əsasən ən iri şirkətlər, kiçik və orta biznes sahibləri daha çox faydalanır. Həm də sözün hər mənasında. Onlar bununla həm tanınır, həm də istifadəçiləri ilə əlaqələrini genişləndirə bilirlər. Gülnar İlqar qızı, Zaur Həşimov, Telesəhər.